Hörmətli izləyiciləri, Masterclass servisi sizi salamlayır. Qarşınızdakı Ariston Class X modelində təzyiq tez-tez düşürdü, altından su buraxırdı və bunun mən sizə hardan problemin olduğunu göstərəcəm. Bax, burada gördüyünüz sol blok dəyişildi və onun sizə su buraxma hissəsini göstərəcəm. Hal-hazırda gördüyünüz bu sol blok burasından senzor yuyulmuşdu. Bağlanandan sonra burada bunların prokatkaları biraz məsləhətdir ki, senzoru əgər əllə yuyacaqsınızsa, kənarda kislota ilə yuyacaqsınızsa, prokatkasını dəyişəsiniz. Çünki buradan su buraxır, sonradan su buraxır. Köhnələr prokatkaları biraz bunun yumuşaqdır, tez sıradan çıxır. Burası görürsünüz, şurup yerdə hətta çürmüşdü, mən bu senzoru aça bilmədim. Və bu doldurma kranının rezini sıradan çıxdığına görə tez-tez təzyiq qalxırdı və 3 bardan da su buraxırdı. Yararsız hala düşdüyünə görə sol blok yenisi ilə əvəz olundu, plaka senzor yenisi qoyuldu və doldurma kranı yenisi qoyuldu. Və elhamdülillah kombi hal-hazırda işləh vəziyyətdə müştəriyə təhvil veriləcək. Sizin də kombinizdə problem varsa, nömrəmin səhifədə var, əlaqə saxlayıb işimizdən yararlana bilərsiniz. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi unutmayın.